Saxlanılan şəxs etiraf edir ki, bu görüntüləri ona Mehman Hüseynov və Qabil Məmmədova yaxın olan Elman Əliyev və Məmmədzəki Səlimov veriblər. Şübhəli şəxsin telefonunda bu adamlarla danışığının audio yazısı da aşkar edilib. Mehman salam, necəsən? Nə var, nə yox? Narahat eləyən səndən bir dənə xahişim var. Nəsə o şəkli tapa bilmirəm. Bir dənə o şəkli qardaşla, bir dənə mənə göndər də. Elman bəy, bu qız bəyəm Alyonadır, nəsə belə burnu oxşayır, gözləri də я просто не понял, у нее на старых фотографиях карие глаза, а на новых фотографиях голубые глаза. И в этой она на фотке не так уж похожа. Честно, вот немножко это видео подозрительно. Я сейчас не дома, на улице. Я домой пойду, я тебе, сколько у меня фотка есть ее, который в Ютубе был, пошлю. Это не просто с улицы фотография, это очень, это целый большой сериал, оттуда фрагмент. То, что она, это 100%. Saxlanılan şəxsin telefonunda olan görüntülərin təhlili göstərib ki, onlar 18+ xarakterli saytlardan götürülüb. Kadrda olan isə bu tip saytlarda Amber Lulu ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alyona Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloger adlandıranlar əlbəttə ki bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Amma bu işdə hələ bir sıra qaranlıq məqamlar qalır. Bu videoları özünü bloger adlandıran şəxslərə kim ötürüb? Saxlanılan şəxsin telefonunda tapılan audio yazının daha bir hissəsini təqdim edirik. Salam. Başa düşmək lazımdır burada da. Yəni burada anlamaq lazımdır ki, düymə hardan basılır. Yəni haradan icazə verirlər də. Bu məsələnin Mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilir. Başa düşürsən? Bizə də icazə verilir ki, yəni bunu biraz qabardaq, biraz eləyək və yayaq, bunacan. Çünki bilirsən ki, yəni ki, burada kimsə nəyisə artıq dərəcəyə qoysa ortalığa o vurulacaq. Yəni bunu sən gözəl başa düşürsən və gözəl də bilirsən. Yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və haradan icazə verilir keçmək məsələsi. Bu çox geniş, dərin bir söhbətdir. Ona görə mən belə qısaca üzdən deyirəm. Çünki bilirəm ki, sən bunları bilirsən, ona görə səndən bu adı söhbət edirəm. Bu günləri biz, yəni ki, o icazə verilən xəttəcən gedirik də, oradan o önə keçəcək, bu çox olduqca çətin bir vəziyyət yaradır. Çünki bu rejimə artıq yuxarıdan düyməsi basılır ki, bu rejim dəyişilməlidir. İndi hansı formada, hansı formatda dəyişilməlidir? Sualı durur ortada. Yəni bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklər dəyişməyə? Ona görə mən həmişə söhbətlər nə deyirəm? Deyirəm, böyük siyasətin içində oyun qurmağı lazım, bacarmaq lazım. Əgər biz oyun qura bilsək bu böyük siyasətin içərisində, o başqa məsələ. Onda biz udarıq. Yox, oyun qura bilməsək, onda başa düşsən, cəmaətin gözünün qabağına elə bir insan çıxartacaqlar ki, onun ətəyində namaz hamı qılmağa hazır olacaq.